Sualımızda çöl göyərçinində yumurtalama yetişmə zürasına yenicə daxil olunmuş hüceyrələrdə cəmi 6 cinsiyyət xromosomu vardır. Əgər yetişmə zürasının sonunda əmələ gələcək qametlərin hamısı Y cinsiyyət xromosomu daşıyırsa, onda X cinsiyyət xromosomu daşıyan yönəlci cisimciklərdəki xromosomların ümumi sayını hesablayın. Yönəlci cisimciklərdə xromosomların sayını hesablayaq ümumi. Çöl göyərçinin dişisi heterogametdir, yəni XY şəklindədir. Burada yazmış. Yetişmə zonasına daxil olmuş hüceyrə böyümə mərhələsindən gəlir, interfaza keçirir. İnterfaza keçirdikdən sonra 2N, 4C və 4D şəklində olur. Yəni 2N xromosom dəstinə malik olur. 2N xromosom dəstinə malik olur və buradakı 2N xromosom dəstindən 2 cinsi xromosomu olur. 2 cinsi xromosomu olur. Neçə hüceyrədə? Bir hüceyrədə. Bəs 6 cinsi xromosom neçə hüceyrədə olacaq? X. X-imiz bərabərdir 3. Deməli, bura 3 hüceyrə daxil olur. 3 hüceyrə bura daxil olan zaman dişidə neçə qamət əmələ gəlir? 3 qamət. Neçə yönəlci cisimcik əmələ gələcək? 3 dəfə çox. Yəni 9 yönəlci cisimcik. Cəmi nə qədər hüceyrə əmələ gəlir? Yəni 12 hüceyrə. Buraya yazaq. 12 hüceyrə əmələ gəlir ki, bunun da XY nisbətini götürsə 6-sı X, 6-sı Y şəklində olur. İndi keçirik hansı məsələ? Deyir ki, qametlərin hamısı Y-dir. Yəni 3 qametin 3-ü də hamısı Y-dir. Bizdən nə istəyir? Bizdən deyir ki, X cinsiyyət xromosomu daşıyan yönəlci cisimçiklərdəki xromosomların ümumi sayı. Ümumi sayını bizdə istəyir. Yönəlci cisimciklərdəki X sayı bərabərdir başlanğıc hüceyrə üzərinə gəlinsin qametin Y sayı. Yazırıq yönəlci cisimcik X bərabərdir. Başlanğıc hüceyrəmiz neçədir? 3 ədəd. Qametin Y nədir? 3 ədəd hamısı da yəni Y-dir. Bərabərdir 6. Deməli, yönəlci cisimciklərdəki 6-sı X oldu. 6-sı X oldu. Və eyni zamanda da 2 erimiz 80-dir göyərçində. Enimiz bərabərdir 40-dır. Haploid sayı 40-dır. Bir hüceyrədə neçə xromosomumuz var? 40. Haploiddə. 6-sında nə qədər olacaq? Yəni 6 yönəlci cisimcikdə. X. X-imiz də bərabərdir 240.